Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafya kitabından bölmə 1.1 harda yaşar mövzusunu izahına baxacağıq. Yəni vaxt itirmədən mövzula tanış olaq. Bizə belə bir mətn verir. Məkan coğrafyanın əsas anlayışlarından biridir. Otağımız, yaşadığımız bina, kənd, şəhər, ölkə yer kürəsinin məkanıdır. Coğrafi məkanda obyektlərin yerləşməsi, onların nə üçün burada olduğu, nə zaman, necə dəyişdiyini öyrənir. Məkanın fiziki, xəyali və virtual olaraq qruplaşdırmaq olar. Dedik ki, baxın, ilk cümləmizdən görürük ki, məkan coğrafiyanın əsas anlayışlarından biridir. Yəni, məkan olmasa, coğrafiya olmaz. Həmçinin, baxın, otağımız da, yaşadığımız bina, kənd, şəhər, ölkədə yer kürəsinin məkanıdır. Daha sonra, coğrafi məkanda obyektlərin yerləşməsi, onların nə üçün burada olduğu, nə zaman, necə dəyişdiyini öyrənir. Yəni, coğrafi məkan dəyişə bilər. Daha sonra, məkan fiziki, xəyali və virtual ola bilər. Yəni, biz fiziki tanış olacağıq. Gəlin fiziki məkana tanış olaq. Fiziki məkan ətrafda olan obyekt və hadisələri əhatə edən maddi məkandır. Dedik ki, fiziki məkanın tərifi oldu. Ətrafda olan obyekt və hadisələri əhatə edən maddi məkandır. Fiziki məkan təbii və sosial-iqtisadi, yəni insan tərəfindən yaradılan obyektlərə sosial-iqtisadi obyektlər deyilir. Obyektlərdən ibarətdir. Dağlar, düzənliklər, çaylar və s. təbii məkanı əmələ gətirir. Əmələ gətirən komponentlərdir. Binalar, parklar, istirahət zonaları, sosial məkanlar, müəssisələr, banklar, zavodlar isə həmçinin fabriklərdə sosial-iqtisadi məkanlara aiddir. Dedik, fiziki məkan iki yerə bölünür. Təbii məkan, yəni təbii məkan və sosial-iqtisadi məkan. Təbii məkanda biz dedik ki, dağlar, düzənliklər, çaylar təbii məkan əmələ gətirən komponentlərdəndir. Daha sonra dedik ki, sosial məkana aiddir binalar, parklar, istirahət zonaları, sosial məkan, sosial müəssisələr, banklar, zavodlar, fabriklər də sosial-iqtisadi məkanlara aiddir. Daha sonra istəyirəm buranı təmizləyək və tapşırıqları yerinə yetirək. Birinci, məkanı öz sözlərinizlə ifadə edir. Məkanın tərifi burada verilib. Daha sonra isə onu öz sözlərimizlə ifadə edək. Baxın, məkan coğrafiyanın əsas anlayışlarından biridir. Baxın, otağımız, yaşadığımız bina, kənd, şəhər, ölkə yer kürəsinin məkanıdır. Coğrafi məkanda obyektlərin yerləşməsi, onların nə üçün burada olduğu, nə zaman, necə dəyişdiyini öyrənir. Gəlin, indi bunu öz sözlərimizlə deyək. Dedik ki, məkan bizim olduğumuz, yəni xəyali, fiziki və yaxud da virtual olduğumuz ərazilər nəzərdə tutulur. Yəni, biz bu məkanlarda vaxt aşırı vaxt keçirə bilərik. Yəni, fiziki məkanda fiziki olaraq, sonra xəyali məkanda xəyali olaraq, virtual məkanda isə virtual olaraq vaxt keçirmək mümkündür. Daha sonra ikinci tapşırığa baxaq. İkinci tapşırıqda belə bir bizə tapşırıq edib ki, A, B və C şəkillərinə əsasən sualları cavablandırın. Baxın, A, B və C şəkilləridir. Şəkillərin məkan ölçüsünə görə böyükdən kiçiyə doğru sıralamaq olarmı? Gəlin sıralayaq. Birinci olacaq Günəş sistemi ən böyük, daha sonra gələcək yer kürəsi, daha sonra gələcək otağımız, yəni çalışma otağı olacaq. Yəni o oldu birinci C, sonra B, sonra A olacaq. Daha sonra B-yə baxaq. Şəkillərdəki məkanların formaları kub, yəni burada kuboid yazıb, əslində burada dairədir. Yəni kub, dairə, kürə barədə nə deyə bilərsiniz? Gəlin deyək. Dedik ki, kuba uyğun gələcək çalışma otağı. Sonra kürə uyğun gələcək yer kürəsi, dairəyə uyğun gələcək Günəş sistemi. Baxın, görürsünüz, dairələr var burada. Yəni, bu da yer kürəsi, Günəş sisteminə uyğun gələcək. Daha sonra C-yə baxaq. Şəkillərdəki məkanların hər üçündə eyni vaxtda mövcud olmaq mümkündürmü? Fikirlərinizi əsaslandırın. Yəni, əsaslandıraq. Bəli, mümkündür. Biz harda yaşayırıq? Evdə yaşayırıq. Evimizin də bir otağı var. Yəni, evimiz hardadır? Yer kürəsində. Yer kürəsi hardadır? Günəş sistemində. Bir-biri ilə qarşılıqlı əlaqədə oldu mu? Bəli, oldu. Yəni, bir daha təkrar edirəm. Baxın, biz harda yaşayırıq? Evdə. Yəni, evin də otaqları olur. Evimiz hardadır? Yer kürəsində. Yer kürəsi hardadır? Günəş sistemində. Lakin eyni ölçülü məkanlarda eyni vaxtda ola bilməli. Məsəl üçün, biz eyni vaxtda qonaq otağında olduğumuz zaman mətbəxdə ola bilmərik, yəni eyni zaman kəsiyində. Daha sonra isə D şəklinə əsasən sualları cavablandırın. Baxın, D şəkli baxın budur. Baxın budur. Gəlin, şəkildə hansı obyektlər təsvir edilmişdir? Şəkildə baxın.
həm təbii obyektlər təsvir olunmuşdur, həm də sosial-iqtisadi obyektlər təsvir olunmuşdur. Yəni burada görürük ki, meşəlik var, sonra düzənlik var, sonra görürük ki, burada binalar var, sosial-iqtisadi binalar var. Ya burada həm təbii komponentlər, həm də sosial-iqtisadi məkan necə deyirlər, təsvir olunmuşdur. Daha sonra B-yə baxaq, onlardan hansı məkana aid olduğunu müəyyən edin. Baxın, şəklin yarısı təbiidir, yarısı sosial-iqtisadidir. Yəni daha baxın, burada görürük ki, meşə ilə düzənlik kəsişir. Burada isə görürük ki, şəhər həyatı təsvir olunmuşdur. Daha sonra şəklə necə ad verərdiniz? Gəlin baxaq. Gəlin özümüz ad verək. Məsələn, təbiət və insan, təbiət və iqtisadiyyat, sonra təbiətin qoynunda kimi adlar vermək olar. Daha sonra 4-cü tapşırığa baxaq. Burada bizə belə bir cədvəl verilir və bunu doldurmağımızı istəyir bizdən. Verilmiş obyektlərin yerləşdiyi məkana xüsusiyyətlərinə görə qruplaşdırın. Baxın, bizə bir adlar verilib. Yol, çay, körpü, səhra, park, okean, meşə və bunlar təbii və sosial-iqtisadi olaraq qruplaşdırmağımızı istəyir. Gəl birinci təbiiləri qruplaşdıraq. Təbii olacaq, baxın, çay, səhra, meşə, okean olacaq. Bəs sosial-iqtisadi obyektlər nə olacaq? Sosial-iqtisadi obyektlər olacaq, baxın, yollar, körpü, məktəb və parklar olacaq. Burada parklar niyə sosial-iqtisadi obyektlərə daxildir? Çünki insanlar tərəfindən istirahət məqsədi üçün yaradılır. Yəni ağaclar əkilir və müəyyən dekorasiya işləri aparılır və insanlar və şəhərdəki heyvanlara xidmət eləyir. Ona görə bu sosial-iqtisadi obyektlərə aid olacaq. Daha sonra isə mətni davam edək. Dedik, biz fiziki məkan haqqında danışdıq. Dedik, fiziki məkanda yəni təbii və sosial-iqtisadi obyektlər olur. Lakin xəyali məkan nədir? Xəyali məkana baxaq görək nədir? Xəyali məkanda dedik ki, zehnimizdə təsəvvür yaratdığımız məkandır. Yəni təbii və sosial-iqtisadi obyektlər xəyalımızda müxtəlif şəkildə, formada, yəni şəkil və yaxud da sözlə canlandıra bilərik. Məsələn, məktəbdən evinizə qədər olan ərazinin xəyali təsvir, yaşadığınız yerin təsəvvürünü canlandırmağınızı, xəritəsini zehni və ya mental xəritə istifadə etməklə istədiyiniz sözləri və xəyali məkanı əmələ gətirə bilərsiniz. Gəlin bu cümləni biraz düzgün oxumadım, gəlin bir daha oxuyaq. Xəyali məkan nədir? Xəyali məkan dedik ki, zehnimizdə formalaşdırdığımız, təsəvvür etdiyimiz məkandır. Burada biz təbii və iqtisadi obyektləri şəkil və sözlə canlandıra bilərik. Məsələn, məktəbdən evimizə qədər olan məsafə, olan ərazinin xəyali təsviri, yaşadığımız yerin təsəvvürümüzdə canlandırmağımız. Yəni, burada biz yaşadığımız yerdə zehni və ya mental xəritə istifadə etməklə istədiyiniz yerin sözlə təsviri və ya xəyali imkanı əmələ gətirir. Yəni, xəyali imkan dedik ki, bizim xəyalımızda canlandırdığımız, yəni obrazlaşdırdığımız məkandır. Bəs baxaq, virtual məkan nədir? Yəni, fiziki məkan, xəyali məkandan danışdıq. Yəni, virtual məkan nədir? Virtual məkanda oxuyaq. Virtual məkan fiziki olaraq içində olmadığımız məkandır. Yəni, dedik ki, fiziki olaraq içində olmadığımız məkandır. Məsələn, internet, veb səhifələr, təqdim olunan qlobus və xəritələr, onlayn xidmətlər, məsələn, e-ticarət, e-hökumət, e-dərslik və s. CIS vasitələr, CIS və s. virtual məkan vasitələrdir. Yəni, bunlar müasir texnologiyalar, internetlər məkanıdır. Fərqli ölkələrdə olan insanlar bu məkanlarda vasitəsilə əlaqə qurmaq mümkündür. Yəni, dedik ki, biz oyunlar vasitəsilə insanlarla əlaqə qura bilərik. Orada olan chat hissəsində insanlarla söhbət edilə bilər. Yəni, virtual olaraq orada vaxt keçirdə bilərik. Daha sonra fiziki, xəyali və virtual məkanın adi bilik və bacarıqlarınızın obyektlərinin mövqeyini, yerləşdiyi ərazinin və formasını, onların bir-biri ilə əlaqəsini müəyyən etməyə imkan verir. Yəni, bu isə məkanı aydın təsvir etməyə şərait yaradır. Yəni, həm baxın, fiziki məkanı, yəni biz fiziki məkanda həm xəyalımızda təsvir edə bilərik, həm də virtual məkanda da onu görə bilərik. Gəl, bu necə olur ki, onu izah edeyim. Məsəl üçün, ilk xəyali məkanda deyildiyi kimi, biz fiziki məkanı ağlımızda sözlər və şəkillərlə
canlandıra bilərik. Virtual məkanda isə məsələn oyunlarda göründüyü kimi, ev şəklində göründüyü kimi biz fiziki məkanı virtual məkanda canlandıra bilərik. Yəni bu qədər. Gəlin indi çalışmalara baxaq. 5-ci çalışmada bizə belə bir tapşırıqlar verib. D və Y şəkillərinin əsasən tapşırıqları yerinə yetirin. D şəklindəki məkan ilə Leylanın təsvir etdiyi məkan oxşar və fərqli cəhətləri müqayisə edin. Baxaq. D şəklindəki Leylanın baxın D şəkli, baxın təbiət və sosial-iqtisadi binalar və Y şəklindəki müqayisə edin. Baxın, Leyla dedik ki, xəyalında yəni təbiət və iqtisadiyyatı canlandırıb, yəni iqtisadi məkanları canlandırıb. Bu xəyalındadır. Yəni görürük ki, Leyla ağlında həmin obyektləri şəkil olaraq canlandırıb. Yəni dedik ki, Leyla xəyali olaraq ağlında fiziki məkanı canlandırmışdır. Bəs evinizlə məktəbiniz arasındakı obyektləri Leylanın düşündüyü kimi təsvir edib dəftərinizə çəkə bilərsinizmi? Bu sizin tapşırığınızdır. Necə edə bilərsiniz? Yəni siz hər gün getdiyiniz evdən məktəbə olan yollarda fikir verib, orada ağacın olması, parkın olması, sonra sosial-iqtisadi binaların olmasını yadınızda saxlayıb, ağlınızda virtual xəritə formalaşdıra bilərsiniz. Daha sonra 6-cı tapşırığa baxaq. 6-cı tapşırıqda ev şəklinə baxaraq fikir bildirin. Ev şəkli baxın budur. Şəkildəki oyunda hansı obyektlər var? Bu obyektlər fiziki obyektlərdən fərqi nədir? Baxın, şəkildə görürük ki, yəni fiziki obyektlərə oxşar şəkillər var. Məsəl üçün binalar var, sonra yollar var, ağaclıq var, daha sonra ticarət mərkəzləri var, sonra maşın var və s. və ilaxır. Bəs bu fiziki obyektdən fərqi nədir? Biz fiziki obyektdə bu obyektlərin arasında ola bilirik. Lakin virtual məkanda biz bu obyektlər arasında ola bilmirik. Yəni fərqi budur. Daha sonra son oxuduğunuz kitab hansıdır? Kitabda hansı məkan növləri bəhs olunur? Sizin oxuduğunuz kitabdan asılıdır. Məsəl üçün siz nağıl, roman, sonra ensiklopediya oxuya bilərsiniz. Orada deyək ki, ensiklopediya oxumusunuz və siz orada tropik meşələr haqqında məlumat alırsınız və siz ağlınızda tropik meşələri necə canlandırırsınız. Oradakı heyvanat aləmi, bitki aləmini siz ağlınızda formalaşdırırsınız. Yəni bu oldu B-nin cavabı. 7-yə baxaq. C şəklinə baxırıq. C şəklinə baxaq. Ailə hansı məkandır və şəkildəki hansı məkanı təsvir edilmişdir? Ailə baxın, həm fiziki məkandadır, həm də xəyali məkanı ağıllarında canlandırır. Yəni baxın, ailə Ağdama getmək istəyir. Ağdama gedəcəkləri zaman xəyallarında məsələn cümə meçididir. Ağdamın necə deyirlər, şəhər mərkəzi xəritəsini ağıllarını canlandırırlar. Yəni burada həm ailə fiziki məkanda, lakin düşündükləri yer isə xəyali məkandadır. Daha sonra yaşadığınız ərazinin naviqasiya sistemi vasitəsilə müəyyən edin, məkanda hansı obyektlər var. Siz bunu etmək üçün ağıllı cihazlardan kömək ala bilərsiniz. Siz burada kompüter, telefon və yaxud da planşetlərdən istifadə edərək oradakı xəritə proqramları vasitəsilə evinizin ünvanını yazaraq evinizin ətrafında olan obyektlərə baxa bilər. Həmçinin özünüz üçün qeydlər götürə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.